Hər vaxtınız xeyir olsun. Bugün mən elə bir xanım haqqında danışacağım. Bu eynəyi də çıxardım. Düz baxıram gözlərinizin içinə, mənim əzizlərim, dəyərli xalqımız, dəyərli izləyicilərimiz. Elə bir xanımdan danışıram ki, onun üçün əslində mən günlərlə danışsam, ürəyim soyumaz. Nə üçün? Çünki onun səmimi olması, onun dəyərli olması, onun vəfalı olması, onun hər zaman hər kəsin yanında əgər lazımdır o olsun, onun olması o qədər dəyərli bir xanımdır ki, mən inana bilmərəm ki, bəlkə də onun bənzəri, onun tayı bərabəri yoxdur. Çünki elə insanlar həyata, dünyaya tək-tək gəlir. Necə ki, bizim sənətkarlarımız var da, bilirsiniz ki, onun yeri heç vaxt olmur. Bax, Gülnarə xanım Məmmədova da o xanımlardandır ki, onu əvəz eləyən ikinci bir insana mən bu yaşa çatdım, mən görmədim. Bilirsiniz, mənə bir də nə xoş gəlir. Mən Allaha hər gün şükür edirəm ki, nə yaxşı bizim zamanəmizdə, mənim zamanəmdə, yəni 20-ci əsr və artıq 21-ci əsrə keçid etdim. Mən bu xanımı tanıyıram. Mən bu xanımı ta 20-ci əsrdən bu yana tanıyıram və onun rəhmətli anası Firuzə xanımın da adı Firuzə idi. Firuzə xanım idi. Elə adına layiq bir xanım idi və Gülnarə xanımın toyunu da mən oxumuşam. Mən çox xoşbəxtəm ki, mən belə bir xanımın, belə bir gəncin, belə bir ürəyimin toyunda oxumuşam. Özü də toy nə toy. Firuzə xanımın mənə elədiyi o gözəl ürəyindən keçən hədiyyələr. İnanın qəhərlənirəm. Yəni bu sevincdən belə olur. O qədər dəyərli bir xanım mənim üçün. Firuzə xanımı yada saldım və əlbəttə o kökü üstündə bitər. Həm də Gülnarə xanım bayaq dediyim sözlərin içində çox dəyərli, xeyriyyətçi bir xanımdır. Kasıb adamların yanında mütləqdir. Günün bugünkü gününə qədər o imkanı az olan dostlarının, rəfiqələrinin yanında olub. Görün o nə gözəl insandır ki, onun məktəb yoldaşları, sinif yoldaşları, rəfiqələri və bəylərdən də var. Hələ də onun yanındadılar. Məsəl üçün bizim çox görkəmli müğənnimiz, yəni sənətkarımız Akif Sadıqzadə Gülnarə xanımla bir sinifdə oxuyub və orada çox dəyərli xanımlar var. Adlarını bir çəksəm, yəni biraz çox olar, onlar çoxdur. Yəni onların müəyyən hissəsini mən tanıyıram. Ta 70-ci illərdən bu günə qədər mən bu gözəl, dəyərli bacımın yanındayam. Bilirsiniz, bu sevgi məndə ona görədir ki, mənim gözlərim dolur. Bəlkə də mən onun anasıyam, deyə bilmərəm, bəlkə də. Çünki mən də Firuzəyəm axı. O zamanlar, o zaman Firuzə xanım demişdi ki, Gülnarənin toyunu heç kimi istəmirəm, ancaq Firuzə oxumalıdır. Vəssalam. Özü də mənimlə üz-göz oturmuşdu. Onun da bir dənə gözəl səsi var idi. Allah, bir dənə kəsmə şikəstlər duyurdu. Sənətkarlarımız da onun yanındaydı ya. Şövkət xanım, Sara xanım, Nəcibə Məlikova, oy kimlər var, kimlər. Yəni evləri səhərdən dolurdu, axşama qədər boşalırdı. Bax, belə. Elə vaxt olurdu, elə onlarda qalırdı. Çünki evləri çox böyük idi, qəşəng. Yəni Gülnarə xanım məndə olur. Bu sevgi həyəcanıdır. Elə vaxt olurdu ki, inandırım sizi, Bakı kəndlərinin özdə bir yerində Məhəmmədli və orada yaxın kəndlər var idi da. Orada onların evləri var idi. Əzəldən elə Gülnarə xanım
zadəgan olub, kübar olub. Yəni elə bir ailədə böyüyüb ki, tox ailədə. Yəni görüb. Amma buna rəğmən o qədər mərhəmətlidir. Axı elə insanlarda mərhəmət hissi, üzr istəyirəm, biraz elə bil az olur. Amma bu xanımda o qədər böyük mərhəmət var. Çünki bilirsiniz ki, orta səviyyədə yaşayan insanlar həmişə mərhəmətli olurlar. Amma Gülnarə xanım elə bir ailədə böyümüşdü. Yəni orada necə eləyim, nə var, nə yoxdur, söhbəti yox idi da. Yəni orada hər şey var. Amma ona rəğmən bu xanım, bu qız elə böyümüşdü ki, sanki mərhəmət bunu ilə bir yerdə boyatıb, indinin bugünkü gününə qədər. Çox dadlı, çox ləzzətli, çox duzlu, çox baməzə xanım, Gülnarə xanım. Sizi bilirsiniz nə qədər sevirəm. Sizi çox sevirəm. Yəni deyə bilmərəm nə qədər. Amma sizi çox sevirəm. Mənim gözəl bacım, mənim gözəl balam. Yeni yaşınız uğurlu olsun. O günlər olsun ki, balaca Qasimin belə toyunda yığışaq. Bütün dostlarla. Öpürəm sizi.